Salam əziz müəllimlər, vaxtınız xeyir olsun. Bugünkü video çarxımızda canlı fəaliyyətlərimiz, yəni live activities haqqında, bunlara həm də dinamik fəaliyyətlər deyirik biz. Ümumi məlumat veririk. Bu videoda hər hansı bir fəaliyyət haqqında spesifik danışılmır. Sadəcə bu qrupun ümumi xüsusiyyətlərindən və bilməli olduğunuz vacib məqamlardan danışılır. İlk öncə başlayaq. Dinamik fəaliyyət nədir? Dinamik fəaliyyət dedikdə biz şagird və müəllimin eyni zamanda aktiv olması və eyni zamanda yerinə yetirməsi tələb olunan fəaliyyətləri qruplaşdırırıq. Məsələn, buradakı fəaliyyətlər hansı şəraitdə yerinə yetirilə bilər? Əgər müəllim proyektorun ekranında bu fəaliyyəti paylaşıbsa, şagirdlərin də əlində hal-hazırda qurğular varsa, sinif şəraitində bunlardan istifadə edə bilərlər və ya onlayn dərs keçirsinizsə, anlıq olaraq müəllim fəaliyyəti paylaşıbsa və şagirdlər müxtəlif yerlərdən o fəaliyyətə qoşulub onu anlıq olaraq icra edirlərsə və müəllim nəticələri öz ekranında anlıq olaraq görə bilirsə, biz bu fəaliyyətləri dinamik fəaliyyətlər, live activities və ya canlı fəaliyyətlər adlandırırıq. Hal-hazırda sayt üzərində gördüyünüz kimi 5 canlı fəaliyyətimiz var və bunların sayı artmağa davam edir. Yenilərinin üzərində işləyirik. Burada önəmli olan məsələ ondan ibarətdir ki, canlı fəaliyyətləri istifadə edən istifadəçidən qeydiyyat tələb olunmur. Bu da nə deməkdir? Müəllim olaraq siz təbii ki, qeydiyyatdan keçirsiniz, profil yaradırsınız və ondan sonra fəaliyyəti qurmağa başlayırsınız, yəni create activity edirsiniz, yəni fəaliyyət yaradırsınız. Lakin istifadəçi şagird bu fəaliyyətləri istifadə etmək üçün qeydiyyatdan keçməyə də bilər. Yəni bu da o deməkdir ki, əgər sizin 200-300 nəfərlik bir auditoriyanız varsa, həmin auditoriyada bunların hər hansı birini tətbiq edəcəksinizsə, istifadəçilərin qeydiyyatdan keçib keçməməsinə görə qətiyyən narahat olmursunuz. Burada bir önəmli məqam da bunların library bölməsinə düşməməsidir. Məsələn, library bölməsinə gəlsək əgər, activity type-a baxsaq görərik ki, dinamik fəaliyyətlərin heç biri burada yoxdur. Bu da niyə belədir? Çünki bizim digər individual, yəni fərdi fəaliyyətlərdən fərqli olaraq dinamik fəaliyyətlərin datası 24 saatdan sonra silinir. Yəni burada bir çaşqınlıq yaranmasın. Biz müəllimin sualını silmirik əslində, şagirdin cavabını silirik. Bu da əslində çox vacibdir. Niyə? Çünki müəllim bir fəaliyyətdən müxtəlif siniflərdə və ya müxtəlif auditoriyalarda istifadə edirsə və instant, yəni anlıq olaraq qiymətləndirmə aparırsa, bu datanın saxlanılması o qədər də məntiqli deyil. Məsələn, belə bir ssenari təsəvvür eləyin. Mənim təsəvvür eləyin ki, bir word cloud-um var. Word cloud-u yaratmışam, auditoriyama təqdim eləmişəm. Auditoriya cavab verib və mən statistik nəticəni ekranda görmüşəm. Yəni artıq mənim bu datanı gördüm, nəticə çıxartdım və ona uyğun yerində instant feedback verdimsə, artıq onun orada qalmağının bir önəmi yoxdur. Və burada çox önəmli, vacib başqa bir məsələ də, gəlin onu dashboarddan göstərim. Fəaliyyəti hər dəfə yaratdığınızda o fəaliyyət yeni bir auditoriya üçün yaradılmış olur. Bu nə deməkdir? Məsələn, burada mənim bir fəaliyyətim var, Word Cloud fəaliyyəti. Əgər mən bu fəaliyyəti hal-hazırda host live eləsəm, gəlin elə host live eləyək. Host live elədim və bu fəaliyyət açıldı. Fəaliyyətin koduna fikir verirsinizmi? Bu şəkildə bir fəaliyyət kodu var. İndi mən eyni şəkildə həmin fəaliyyəti bir daha host live eləyirəm. Bu dəfə də host live elədim və iki fəaliyyət kodunu müqayisə edirəm. Fikir verirsinizmi? Fəaliyyət kodları eyni deyil. Məsələn, bunun sonu 59 ilə bitir, bunun sonu isə 40 ilə bitir. Və bu o deməkdir ki, məsələn, bu sorğuya gələn cavabları mən digər sorğuda görmürəm. Yəni bunlar iki fərqli auditoriya, iki fərqli sinif üçün hazırlanmış sorğulardır. Və bu da çox önəmli bir məsələdir. Çünki belə deyək, əgər mən bu sorğunu, məsələn, 59 ilə olan sorğunu bitirdimsə, bu tablo bağladığım anda həmin sorğunun bütün dataları, bütün istifadəçi məlumatları artıq arxiv oldu, getdi. Yəni dinamik bir fəaliyyətdir. Siz nə lazımsa gördünüz ekranda, nəticələri analiz elədiniz, müzakirə elədiniz və artıq mən bu fəaliyyəti silməliyəm deyə, yəni bir növ bunu sizin belə deyək də profilinizin yaddaşından təmizləməlisiniz deyə bir narahatçılığınız qalmır. Amma təbii ki, fəaliyyətin özü buradadır. Məsələn, mən qayıdıb buradan baxanda görürəm ki, yenə həmin fəaliyyəti buradadır və istəsəm bunu təkrar buradan host live eləyərəm və bu dəfə də tamam fərqli bir fəaliyyət kodu ortaya çıxır. Heç bir qarışıqlıq yoxdur. Yəni biz əslində belə deyək də fəaliyyətin özünü saxlayırıq, özünü silmirik sizin profilinizdən, amma şagirdlərin verdikləri cavabları fəaliyyət bitəndən sonra təmizləyirik və bu təmizləmə prosesi bildiyim qədərilə sistem üzərində 24 saat ərzində baş verir. Belə, bunu da bildikdən sonra ilk öncə gəlin bir activity səhifəsinə son olaraq baxaq. Bəli, burada danışılası bir şey məncə qalmadı. Bundan sonraki videolarda biz dinamik fəaliyyətlərin hər birini ayrı-ayrı nəzərdən keçirməyə çalışırıq və burada siz individual olaraq Word Cloud-u, Sticky Notes-u, Magic Box-u və Clicker Survey-i necə yaradacağınızı öyrənəcəksiniz ayrı-ayrı videoların içində. Düşünürəm ki, bu video vacib idi ümumi bir anlayış yaratmaq üçün və bunların
live activities'in deməli individual activities'dən fərqini başa düşmək üçün. Belə, qısası sonda yekunlaşdıraq. Əgər sinif şəraitində şagirdlərlə birlikdə nəsə edirsinizsə, eyni vaxtda ən gözəli live activities'dən istifadə etməyinizdir. Amma əgər şagirdlərlə müəllim fərqli vaxtlarda tapşırıq icra edəcəklərsə, bu zamanda sizə individual fəaliyyətləri, yəni fərdi fəaliyyətləri tövsiyə edirik. Beləliklə, diqqətiniz üçün təşəkkür edirik. Növbəti videolarda görüşənə qədər deyirik. Hələlik.